Xoş gördük dəyərli izləyicilər. Stop Narkotik canlı yayımındadır. Sizinlə Rübabə Səməndərdir. Bugün asılılığın sadəcə psixoloji tərəfindən deyil, maddənin insan bədəninə, sinir sisteminə və hərəkət mexanizminə vurduğu dəhşətli fiziki zərbələrdən danışacağıq. Ayıq həyata qayıtmaq istəyən, amma bədəni, əlləri, ayaqları ona tabe olmayan yüzlərlə gəncin fiziki dirçəliş döyüşünə işıq tutacağıq. Qonağımız asılılıqdan sonra bədənin yenidən bərpası, sinir və hərəkət sisteminin funksiyalarının qaytarılması üzrə ekspert, Baku Rehab Reabilitasiya Mərkəzinin rəhbəri Nahid Qasımzadədir. Nahid bəy, verilişimizdə xoş gördük sizi. Sağ olun, təşəkkür edirəm. Nahid bəy, əsas suallara keçməzdən öncə özünüz haqqında məlumat verərdiniz qısaca. Həyat hekayənizi eşitmək bizim üçün çox maraqlı olardı. Sevə-sevə. 44 yaşım var, 2 övladım var. Allah saxlasın. Allah bütün balaları saxlasın. İlk istifadəm 18 yaşımda olub, əskərlikdə olduğum dövrdə 22 il narkotik istifadəm olub. Və mən bu narkotik istifadəsinə deyərdim ki, pulun çoxluğundan. Pulum çox oldu və özümü hər şey həyatda varım idi. Bir dənə o narkotik istifadə edəndən sonra o səs xırıltısı, belə gözlərinin axmasını elə bildim. Həyatımda o çatmır. O da olsa lap əla olur. Adrenalin bəlkə çatmırdı. Yox, adrenalin deməyək ona. O özümü kimlərəsə oxşatmaq istəyirdim də ki, məsəl üçün o adamlarda görürdüm onu, deyirdim o əla oğlan, nə yaxşı oğlandır. Məndə maşın var, pul var, geyim var, telefon var, bir dənə səsin xırıltısı çatmır. Çox maraqlıdır. Hə, yəni mən də eləyim, onlar niyə eləyir? Mən təcrübə ona baxırdım ki, ilk istifadəmdə ki, təcrübə idi ki, görüm eləyəndə məndə nə cür alınacaq. Və mən elə oldu, ilk istifadəyə başladım, sonra xoşum gəlmədi, düzünü deyim sizə, ilk istifadədən sonra sevmədim onu. Amma bir müddət keçəndən sonra bir daha yenidən onun mənim yanımda istifadə edəndə, mən istəyəndə mən də istifadə eləmək istəyirəm, mənə dedilər, yox, olmaz. Bu çox güclü narkotikdir, sən eləməmisənsə sənə tövsiyə olunmur, dedim, nə danışırsın, mən bunu uzun illərdə eləyirəm, yalandan. İlk bir dəfə istifadə etmişdim. Sonra ikinci dəfə istifadə eləyəndə bir balaca sevgim artdı ona. Elə bir də ayıldım ki, mən mütəmadi hər gün istifadə edirəm və sevdim də narkotiki. Amma siz yəni kifayət qədər olğun insansınız, ali təhsilli adamsınız, altı xarici dil bilirsiniz, dünyanın bir çox ölkəsində olmuşsunuz. Yəni buna baxmayaraq bu narkotik bəlası sizi gəlib tapdı. Bəzən deyirlər ki, narkomaniya hardasa daxili boşluqdan irəli gəlir, emosiya aclığından irəli gəlir və s. Yox, mən razı deyiləm bu fikirlə. Mən dünyanın hansı ölkəsində oldumsa, işlə əlaqədar olaraq da getsəm belə, ilk axtardığım bir şey narkotik olub. Mən bir neçə çıxışlarımda bunu demişəm, mən hətta narkotikdən bezdiyim halda Azərbaycandan kənara çıxmağı qərar verdim, respublika dəyişməyi. Və respublika dəyişməkdə də elə bir qərar verdim ki, 11.000 kilometr. Dubaya deyəsən Xeyr, Pekinə. 2 samolyot dəyişdim. 2 samolyot dəyişib, mən Pekinə aeroportdan çıxan kimi, o bir üzr istəyirəm ifadəmə görə deyir, o dəli-dəlini uzaqdan tanıyan kimi narkotik istifadə edən narkomanı da uzaqdan tanıyır. Mən ilk tapdığım adam taksi sürücülərinin içində birinci tapdığım adam narkotik istifadəçisi oldu. Və o ingiliscə bilmir, mən də Çin dilində bilməyə, mən ona gestikulyasiyalarla, əllə, qolla, işarələrlə ona fikrimi çatdırdım ki, mənə narkotik lazımdır. Və o mənə ilk otelə aparmamışdan öncə ilk apardığı yer narkotikin satışı mənbəyi var idi, Pekində bir küçə var idi, Yabaloa. Barıqaların yanına. Daha yolun sağı neqrlar idi, solu ərəblər idi. Bunlar o satışla, açıq satışla məşğuldur və mən ilk tapdığım narkotik oldu orada. Amma Azərbaycandan çıxanda qərar vermişdim ki, mən bundan uzaqlaşıram. Buradan məqsədim o idi, ora getməkdə ki, əlim çatmasın narkotikə. Bir müddət qalım orada, beynim sakitləşsin, ağrılardan çıxım, gəlim. Və mən gedib qayıdandan sonra Azərbaycanda olan dozamdan da artıq doza ilə qayıtdım Azərbaycana. Deməli, insan yəni harasa gedirsə, mühitini dəyişirsə, bu ona kömək eləmir. Eləmir, mümkün deyil. Çünki özünü də götürüb aparırsan da hara getsin. Bugün cəmiyyətdə aktiv istifadədə olan insanlar var ki, bu cür düşünürlər ki, mən bir dənə buradan, məsələn, Bakıdan qırağa keçsəm, ya rayona, ya respublika dəyişsəm, məndə düzələcək. Dərman tapıb evə girsəm, 3 gün, 4 gün ağrıdan çıxsam, düzələcək.
Mən öz təcrübəmdən bir söz deyim sizə ki, mən detoks oldum. Halbuki detoks olana qədər mən hər gün əlimi Allaha qalxızıb isyan edib yalvarırdım ki, ay Allah sənə qurban, bu ağrı mənim bədənimdən getsə, mən bir də əlimi vurmaram buna. Və mən 14-cü mərtəbədə yaşayıram və balkondan mən baxıb bizim evin yanında bir narkotik istifadə edən var, onu gördüm. 4 gün detoks olmuşam evdə, ağrı yoxdur. Durdum, şükür elədim ki, ay Allah sənə nə yaxşı oldu, mən ağrı getdi bədənimdən. 4 gün ağrı gedirdi məni. Yəni mən o detoks olduğum müddətdə getdi məndə. O 4-5-ci gün səhər mən ağrısız yuxudan durdum. Mən o adamı balkondan gördüm və məndə o bizim proqram dilində bestsilya var da. Gücsüzlük? Gücsüzlük, bəli. Orada biz, məsəl üçün, mən o proqrama bilməyənə qədər o gücsüzlüyün nə olub olmadığını bilmirdim. Mən elə bildim, belə də olmalı. Mənim indi bugün istifadəni dayandırmaqda, bugün də məndə istifadə istəyi gələndə belə gücsüzlüyü birincidə şlaqban qoyulur ki, pisi olmaz. Neçə ildə artıq istifadə eləmirsiniz? Bir aydan sonra 3 il olacaq. İstifadəni dayandırmışam. Mən o detoksdan sonra o adamı gördüm. 14-cü mərtəbədən mən o bestsilya, gücsüzlük oynaya-oynaya, yox, Nahid eləmə, yenə həmən şeylər səni gözləyir. Ya bir dəfə ilə nə olacaq ki? Beyninizdə danışmaq başlayır. Danışa mən 14-dən 1-ə düşdüm, birdən getdim onun yanına, o narkotik əldə elədim, təzədən gəlib evə çatanda əlimdə narkotik, mən dedim, hayda, Nahid, sən neynirsən? Amma onu istifadə elədim. Onu mən evə qaldırmadım, maşında qoydum, gizlətdim ki, qoy ev yox, mal orada olsun, narkotik orada olsun, mən eləməyim. Güya mən özümə dedim, mən güclüyəm, mübarizə aparacam, nəfsimlə cihad aparacam. Mən narkotik evdə oturub maksimum yarım saat otura bildim evdə. Düşdünüz, onu götürdünüz. Bəli, düşdüm və istifadə etdim. Amma bununla belə, yəni narkotik istifadə eləyə-eləyə normal işləyirdiniz, yəni fəaliyyətinizi dayandırmamışdınız. Bəli. Məsəl üçün, var idi mənim ətrafımdan həmin müddətdə narkotik istifadə edən insanlar, onlar pul axtarırdılar istifadə üçün. Amma məndə, yəni, narkotik istifadə elə daha aktiv olurdum, daha yəni əvvəlkindən də daha çox pul qazanırdım. Bəs nə vaxt dibə düşdünüz? Nə vaxt anladınız ki, artıq belə olmaz? Ya gərək mən bu bəladan qurtarım, ya da ki, bu bəla məni qurtaracaq? Bu mövzu sırf o sağalma qərarını verdiyim vaxtı deyim sizə ki, biz elə zaten narkotik istifadə elədiyin hər gün dibdir. Kim ki deyir, mən gəldim dibə düşdüm. Elə deyirlər də. Hə, narkotik elə ilk başladığın, istifadəyə başladığın, əlvi vurdun ona. Mən elə həmən gündən öz payımı, özümə deyirəm ki, həmən gündən mən dib yaşamışam. İlk istifadəmdən belə. Yaxşı, onda nə vaxt bəs qəti qərar verdiniz? Qəti qərar verdiniz. Mən ailəmlə istirahətdə idim. Bakı kənarı, dəniz kənarı bir istirahət kompleksində idi, istirahətdə idi və mənə o narkotiki satan bir şəxs mənə zəng vurdu ki, bəs mən gedirəm təcili, tez gəl çatdır özün mənə, mən onu verim sənə. Mən anamı, ailəmi orada dedim, gözləyim, mən bir yer var, təcili gəlib gəlməliyəm. Və mən gəldim, istifadəni etdim. Uca elə bir halda oldum, mən ora qayıdanmadım. Vay, ailənizi tək qoydunuz. Hə, onlara zəng vurdum ki, taksiyə oturun, gəlin. Onlar gəldilər. Mən özüm aylandan sonra özümü çox qınadım, çox bağışlaya bilmirdim özümü ki, nə vaxta kimi belə olacaq. Və qərar verdim həmin saniyə, necə cür mən sağalmağa addım atmalıyam və çıxış yolları axtardım. Deyirəm sizə ki, yəni kim nə deyirdi ki, sağalmağa görə addım atırdım. Meçidə get, molla yanına get, hara get, neynə ki, licbi bu bəlalardan. Mən dəfələrlə Qurana əl basmışam ki, bir daha eləməyəcəm. Amma xeyri olmayıb. Qurana əl basırdım, 1-2 saatdan sonra narkotikin ağrısı mənə gələndə, mən özümdə illüziyalarla başımda rahatlaşdırdım özümü ki, get istifadə elə, Allah keçər günahını, Allah istəməz heç bir bəndəsinin canı ağrısın. Özünüzə bəraət qazandırırdınız. Bəraət qazandırıb yenidə istifadəyə gedirdim. Bəs ailəniz bilirdi sizin narkotik istifadənizi? Mən elə bilirdim, bilmirlər. Mən çünki gəlib tam təslim olub, Allah bütün analarının canı sağ eləsin. Mənim anam 7 yaşından mənə tək böyüdüb. Allah canı sağ eləsin. İlk mən gəlib anamdan etiraf edib kömək istəyəndə, o mənə dedi ki, mən bilirdim, prosta səninlə pərdən götürmək istəmirdim aradan. Arxandayam, sən sağalmaq istə,
Mən sənin arxanda. Mən amma siz nə cavab gözləyirdim anamdan o sual, o etirafdan sonra ki, desin ki, get necə özünü bəlaya salmısan, özünü də bəladan çıxart. Mən bu cavabı gözləyirdim anamdan etirafdan sonra. Məntiqindən elə deməli idi, hə? Hardasa bəli, istəyirsiniz, bəli elə deməli idi. Amma yox, sağ olsun. Mən hər dəfə, həmişə dua edəndə ilk Allahıma, sonra ailəmə, anama, yoldaşıma, sonra da Güvən Reabilitasiya Mərkəzinə, İlqar müəllimə minnətdarlıq edirəm həmişə ki, yəni mən bu gün də İlqar müəllimin nömrəsi mənim telefonumda ilahi qüvvəm. Bu cür qeyd etmişəm. İlqar yazmamışam ora. İlahi qüvvəm yazmışam. Və ünsiyyətiniz bu günə qədər davam edir. Bəli, bəli. Bu gün də mənim Baku Reabilitasiya Mərkəzinin açılışında da belə bu günə qədər də dəstəyidir, yanımdadır. Və niyə ilahi qüvvəm? Necə olur, məsəl üçün, övlada nəsə bir şey olanda valideyni agah olur, anaya agah olur. Bugün ilahi qüvvəm ona görə deyirəm ki, İlqar mən hansısa bir situasiya olanda da pis hissə düşəndir. Elə bir o insana agah olur. Məsəl üçün 2 gün, 3 gün danışmasa da belə həmin saniyə yığır məni. Baxıram ki, elə bilən bilir. Gözə görünməz bağlar bağlayır sizi bir-birinizə. Bəli. Çox maraqlıdır. Bir maddə insanı o uçuruma aparanda bədənin fiziki çöküşü gizlicə hardan və hansı əlamətlərlə başlayır? Hərədə bir cür olur. Hərədə bir cür olur. Məsələn, mən özümdən bir primer deyim sizə ki, məndə sinirlə əlaqədar, mənə sinirə təsir etdi. Bu gün də mən 3 il aylığım olmağına baxmayaraq, bu gün də mən o sinirlə problem yaşayıram. Məsəl üçün, hər il mən müalicə almasam o sinirdən, yenə aktivləşir məndə. Bu narkotikin mənə yaşatdığı fəsaddır. Bu gün də mən o problemi yaşayıram. Amma adam var ki, onda başqa orqanlara. Bəli, adam var, sinirdə olmur, onda beyində olur. Bu gün var, məsəl üçün, psixiatrik xəstəxanalarda narkotikdən problem, travmalar yaşayan insanlar var ki, sırf narkotikdən. Təbii, şizofreniya, paranoya yaradır, bəli. Yəni, hər adamda bir cür olur. Amma yəni elə insanlar da var ki, bədənlərində yara açır. Yara da ola bilir, bax, məsəl üçün, normal qidalanmıb mədələrində də yara əmələ gətirir. Məsələn, bizim bir tanışımız var idi, mənimlə eyni reabilitasiya dövründə reabilitasiya keçmişdi. O insan mədəsində problem çıxdıqdan sonra bir müddət ayıq qaldı, sonra özgüvən gəldi ona ki, mən bacaracam, belə yenidən istifadəyə qayıtdı və o mədəsində onunla problem yaratdı, dünyasını dəyişdi o həmin adam. Hərəkət mexanizminə də kifayət qədər ciddi təsir edir. Ümumiyyətlə, insanın bütün daxili orqanlarını sıradan çıxardır. 100%. Biz, məsəl üçün, bəzi hallarda var ki, indi adını çəkmək istəmirəm o narkotikin, onu insanlar... Əslində çəkmək lazımdır ki, bilsinlər, mariflənsinlər. El arasında patı deyirlər, belə şüşə, hərə bir şey deyir ona. Məsəl üçün, o narkotiki çox insanlar var ki, xarici görüşü düzəltmək üçün, arıqlamaq üçün, fobiyalar var, məsələn, mən kökəm, arıqlamaq üçün qəbul edirlər. Amma daxilə vurduğu ziyandan xəbərləri yoxdur onun. O narkotik elementar... O sintetik narkotikdir də? Bəli. Mənim bir pasiyentim, ona məsələn su dəyən kimi həmən yox olur da. Mənim bir pasiyentim olub, onun əlində olub o, əli tərli olub. O bir də baxıb ki, yoxdur əlində. Axtarıb tapa bilməyib. 15-20 dəqiqədən sonra bir də əlini gözünə sürtüb. Gözünə sürtüb, nəsə qaşınıb gözünə sürtüb, bu gün də o insan gözünü bərpa edə bilmir. Yəni, onun narkotikin ona vurduğu ziyanını demək istəyirəm ki, hərəyə bir cür təsir edir. Nəyə demək istəyirəm? O narkotik, o sintetika 15 dəqiqənin içində gözü məhv edirsə, görün, illərlə daxili orqanlara nə ziyanlar vurur. Təbii. İnsanlar niyə zəhəri qəbul edərkən bədənlərinə qarşı bu qədər qəddar, amma reabilitasiyadakı fiziki ağrılara, idman və bərpa proqramına gələndə bu qədər dözümsüz və tənbəl olur sizcə? Mənim fikrimcə bir qorxudur, bir inamsızlıq. Bir də dırnaq arası deyək də ki, komfortlarını əllərindən vermək istəmirlər. Məsələn, o pasiyentlərin içində bir neçəsini gedib narkotik istifadə etdikləri mühiti, şəraiti belə görmüşük. Çox acınacaqlı bir yerdə narkotik istifadə edirlər. Onlar o vəziyyəti özlərinə komfort bilirlər. Amma reabilitasiya dəvət etdikdə, məsəl üçün, 4 mərtəbə villa, hər bir şəraiti olan bir reabilitasiya dəvət etdikdə onlar o şəraitsiz yeri qoyub oranı gəlmək istəmirlər. Oranı sevirlər, ora xoşlarına gəlir onların. Yəni, nədəndir o? Ora öyrəşiblər, o vərdişdən irəli gələn bir şeydir. Yenə gətirib ora bağlıyıq ki, qorxu və inamsızlığa geyəcəm, onsuz da məndə alınmayacaq. Ancaq o. Hə, bəli.
Bildiniz? Özgüvən hissinin olmamasından Olmaması, irəli bəli, gəlir. inkar mexanizmi deyək də, inkar eləyir ki, mən düzəlməyəcəm. Amma yüzlərlə belə bir insan inkarla gəlib, super də sağalması var. Bu gün də ayaq qalan o insanlar hərdən biz görüşürük, sual verir. Yadındadır gəldiyin gün deyirdi, mən onsuz da düzəlməyəcəm də, mənə reabilitasiya yox ki, heç kim kömək ola bilməz. Deməli, reabilitasiyada sizin ilk işiniz, belə başa düşürəm ki, həmin o özgüvən hissini qaytarmaqdır insanlara, inam hissini və qorxu hissindən azad eləmək. Bəli, bizdə belə bir lozunq var, hər bütün reabilitasiyalarda demək olar. İnan, etibar et, sadəcə et. Ona nail olmaq üçün hansı addımlar atırsınız? Öz həyatımızdan biz onlara primerlər danışırıq, özümüzün gəldi, hardan gəlib, necə oldu, bizdə də həmən şeylər yaşandı, həmən inamsızlıq oldu. Mən hətta ilk reabilitasiyaya gələndə, mən özümdən də yenə özümdən primerlər yatıb, ilk reabilitasiyaya gələndə mən hamıya fırıldaqçı kimi baxırdım ki, bunlar hamı yığışıblar, bura bizi alladılar deyəsən. Mən özüm dünyanın neçə ölkəsini gəzdim, mən heç kimi alladanmadım, amma gəldim burada deyəsən mən ilişmişəm, alladılar bizi deyəsən. Bu cür fikirləşirdim. Bir neçə ayıma kimi, məsələn 2 ayıma kimi. 2 ay reabilitasiya bitdikdən sonra inam etibar artdı. 3-cü ayında mən öz qabağıma məqsəd qoydum ki, mən burada olan işçi heyətindən heç birindən əski olan deyiləm. Bunlar sağala bilirsə mən də sağalacam. Qabağıma məqsəd qoydum ki, mən də sağalacam. Amma yəni mən reabilitasiya sferasında qalıb işləyəcəyim barədə heç bir zaman düşünmürdüm. Baxmayaraq ki, mənim konsultantlarım öndə gedənlər mənə dedilər ki, səndə potensial var. Sən elə bu sferanın adamsan, səndə alınacaq, qalıb işləsən alınacaq. Mən amma özümü heç vaxt görmürdüm burada. Necə oldu bəs? Mən 6 ay reabilitasiya bitirdim və getdim evə. Sonra məni ikinci mərhələ çağırdılar, volontyorluq mərhələsinə çağırdıqda mən, bilirsiniz necə, indi üzr istəyirəm, 2 övladım var, Allah saxlasın. anam, ailəm və mən qərar verdim ki, mən 6 aydır bu insanlar, mən reabilitasiyada olmuşam, mən işləməliyəm. İşləyib pul qazanıb onları təmin etməliyəm. Deməli, mənə sağ olsun yenə İlqar qardaşım mənə çağırdı, tam təmənnasız volontyorluğa dəvət etdi və dedi, bura qədər qulaq asmısansa deyilənlərə, İkinci mərhələyə də bizi dinlə, qulaq as, nəticəsini sonunda görəcəksən. Və bizdə belə bir lozunq var, sağalan aslı uğra məhkumdur. İnanın səmimiyyətimə, mən reabilitasiyanı bitirdiyim gündən bugünkü günə kimi hər gün uğurla qarşılaşıram. Gözəl. Və təkcə özünüz qarşılaşmırsınız, eyni Ailəm zamanda də, övladlarım da, anam da, bugün mənim ən böyük uğurum anamın üzünün gülüşüdür, gözünün yaşın qurumasıdır. Eyni zamanda işdə o asılı insanlar ki, hansı ki sizə güvənib gəliblər reabilitasiya mərkəzinə, onlara da o uğurun cığırını göstərirsiniz. Bəli, mən bu gün də məsəl üçün hər hansı bir leksiyada, hər hansı treninqdə, hər hansı bir danışıqlarda pasientlərlə oturub söhbət edəndə öz həyatımı A-dan Z-yə qədər hamısını danışıb, bu gün mən bura gəlib çıxmağımın hamısı o nəfsimlə apardığım cihadların sayəsində oldu. Allahın mənə verdiyi mükafatların hamısını mən onlara primerlər çəkirəm ki, mən bu günləri çıxıb reabilitasiyasını yenidən istifadəyə yetsəydim, mən burada yox, başqa yerlərdə də ola bilərdim, lazımsız yerlərdə də ola bilərdim. Bu günləri mən burada olmağımın ən böyük Allah məni burada görmək istədi, şükürlər. Mənim üzərimdə bir nəzəri oldu. Ona görə ilk öncə Allahıma hər zaman şükür eləyirəm ki, yəni nə yaxşı ki mən reabilitasiya mərkəzinə bəli, bu 12 addım proqramını tanıdım, reabilitasiyaya gəldim. Çox sevinirəm buna görə. Paylaşımlarınızda elə bayaq da qeyd elədiniz, xüsusən sintetik maddələrin mərkəzi sinir sistemini tamamilə iflic elədiyini qeyd edirsiniz və videolarınızda da dəfələrlə buna yer verirsiniz. Ən əsası sinir gərginliyi yaradır və alkoqoliklərdə beyin həcmini azaldır. Ən çox alkoqoliklərdə olur bu ki, beyin həcmini, kütləsini azaldır. Yəni bu da əslində çox qorxulu bir tendensiyadır. Çox qorxulu bir şeydir, bəli. Bu gün cəmiyyətdə sual versəz, ən çox narkotikdən istifadə edən insanları qınayırlar. Asıllığın ən apaslısı narkotik görürlər. Amma narkotikdən öndə alkoqolizmdir, alkoqolizmdən öndə oyun asıllığıdır və bunlar, yəni oyun asıllığı ən ağırıdır. Bugün mən deyərdim ki, xərçəng xəstəliyindən dünyasını dəyişənlərdən çox asıllıqdan dünyasını dəyişənlər var.
Özdə bunlar zəncirvari bağlıdır da bir-birinə. Elə olur ki, adam alkoqolizmlə başlayır, sonra narkomaniyaya keçir. Fərqli olur insanlarda. Məsəl üçün biz uşaq vaxtı eşidirdik ki, hər şey siqaretlə başlayır. Belə bir söz deyirdilər bizə ki, hər şey siqaretlə başlayır. Məsəl üçün mən o vaxt razılaşmırdım. Necə siqaret çəkənlə narkoman ayrı-ayrı yollar, bu siqaret çəkirəm, o narkotik eləyir, narkotikdən ölür və deyirdilər mənə, mən onu qəbul eləmirdim ki, yox, düz demirsiniz. Və uzun müddət mən marixuana qəbul etdiyim dövrdə də özümü rahatlaşdırırdım bu sözlərlə ki, bu torpaqdan çıxan bitkidir. Bu yəni Problem yaratmayacaq. bu heç bir kimyəvi maddə, sintetik maddə deyil ki, torpaqdan çıxan. Amma mən reabilitasiyaya gələndən sonra marixuananın da mənə vurduğu ziyanları dərk etdim ki, vay, mən nələr eləmişəm marixuana. Mən 140-150 kilometr yol sürmüşəm ki, gedib orada bir dənə marixuana qəbul edeyim, qayıdım avratına. Mən o vaxt asıllığımı qəbul etmirdim. Tanımırdım xəstəliyi ki, belə bir xəstəlik var. Mən elə bilirdim ki, xəstə bir necə olmalıdır. Nəsə olmalıdır mənə, mən yataqda olmalıyam ki, asıllıq olsun. Mən belə qəbul edirdim. Gənclər arasında qorxulu bir mif var. Bu maddə enerjini artırır. Bayaq elə özünüz də dediniz ki, enerjimi artırdı, bədəni gümrahlaşdırır. Amma istifadədən sonra biz qarşımızda beli bükülmüş, əlləri əsən, vaxtından tez qocalan gənclər görürük, çox təəssüf ki. Bu yalançı enerji tələsinin arxasında gizlənən real və dəhşətli vizual, fiziki mənzərə nədir? Yəni bunu təbii ki, bayaq özünüz öz belə deyək də timsalınızda müəyyən şeylər danışdınız, müəyyən məqamlara toxundunuz. Bir dənə də istəyirsiniz, mən bura bir dənə də özümlərin həyatına mən pandemiya dövrü sürücülüklə məşğul olduğum müddətdə ki, həddindən artıq çox yorulurdum. Və mənə bir nəfər o bir adını çəkdiyim narkotik patı təklif etdi və mən o patını qəbul edəndən sonra baxdım ki, 14-15 saat, mən 24 saatın 15 saatı mən maşın sürəm, 1 qram da yorğunluğum yoxdur, yuxusuzluğum da yoxdur. Və mən bu cür başladım ki, bu nə əla şeymiş. Buradan başladı məndə patıya istək yaranmaq, amma bir müddətdən sonra gördüm ki, mən çəkim azalıb, çəki şiddətli formada çəkim azalıb və mən heç yadımdan çıxmaz, mən elə bilirdim ki, mən elə düşünürdüm ki, mənim geyimim, keçinim, maşınım, hər bir şeyim, ürəyim istəyən kimidir. Bir gün mən liftə girəndə, liftin güzgüsündə özümə baxdım, özümdən qorxdum ki, nə vəziyyətə qalmısan sən? Yəni, rəngim qaralıb, arıqlamışam həddindən artıq, belə... Yəni, bax, elə dediyim o vaxtından tez qocalan gənc olmuşsunuz da, belə deyək. Bəli, şükürlər olsun, 3 il istifadəni dayandırmışam. Bugün mən keçmişim barədə narkotik istifadən barədə danışımda çox insan inanmır mənim narkotik, 22 il narkotik istifadəsi etdiyimə. Bugün şükürlər olsun Allah Taalaya. Hər bədənin zəhərə qarşı müqaviməti fərqlidir, yoxsa fiziki olaraq tam sağalmanın hamı üçün tək və vahid bir düsturu var? Xeyr, fərqlidir, insanlarda fərqlidir. Məsələn, adam var reabilitasiya dövründə 2 aydan sonra, adam var 1 aydan sonra bioloji sferası bərpa edir. Adam var, məsəl üçün, 2 ay gedir, hələ onda problemlər yaşanır, yuxu rejimi düzəlmir. Fərqlidir insanlarda, hər insanda bir cür olur. Bir də 12 addım proqramınla bağlı istərdim sizin fikrinizi öyrənim. Hərə bir fikir bildirir bu proqramla bağlı. Kimi deyir ki, bu həqiqətən də yəni insanlara kömək edir. Bəziləri deyir ki, 12 addım proqramı ümumiyyətlə heç bir işə yaramır. Bəziləri deyir çox böyük boşluqlar var bu proqramda. Bugün mən deyim, cəmiyyətdə, anonim narkomanlar cəmiyyətində, qruplarımızda olan ayıq insanlar başqa proqramla yox, 12 addım proqramı sayəsində ayıqdılar, təmizdilər. Mahiyyətini necə açıqlayardınız bir-iki cümlə ilə? Mən yenə deyirəm, bir ardıcam sizə dünyanın 29 dövlətini gəzmişəm, 6 dildə mükəmməl danışa bilirəm. Mən hər cürə yoxladım. Başqa proqramlar da mənə tövsiyə olundu, alınmadı. Mən sadəcə olaraq öz həyatımdan deyə bilərəm ki, bir tək 12 addım proqramı sayəsində mən bu günləri 3 ildir ki, şükürlər olsun, ayığam, təmizəm. Və bayaq verilişdən öncə sizlə söhbət edəndə dediniz ki, həm asılı olan anam da bu 12 addım proqramını öz həyatına tətbiq edir. Bu necə baş verir bəs? Mənim anam 12 addım proqramını həyatında tətbiq edir, addımları yazır və onun da sponsoru var, ona təhvil verir və özündən başqa demək olar ki,
bildiyimə görə bir 30-a yaxın sponsoru da var, kömək eləyir həm asıllara, aslı insanların anası var orada, yoldaşları ola bilər. Demək olar ki, o da elə sizin işinizin müəyyən bir yəni tərəfini görür də. Siz asılı insanlarla işləyirsiniz, o da həm asılı insanlarla işləyir. Bəli, düz vurguladınız, bəli. Həmkar kimi fəaliyyət göstərirsiniz. Biz elə evdə də anamla necə reabilitasiyada subordinasiya var idi, rəhbərlə, konsultantla evdə də demək olar elə biz anamla subordinasiya var. Hər bir şey ürəyimi istəyən kimidir və mən buradan onu demək istəyərdim ki, kaş belə bir şey olaydı. Bu 12 addım proqramını dərsliklərə də salaydılar. Məktəblilərə də salaydılar. Məktəblilərin dərsliklərinə də salaydılar. Bu çox gözəl proqramdır. Həqiqi normal insan necə yaşamalıdırsa həyatda, düzdür, dürüstlük, nə varsa hamısını orada əxlaq kodeksi demək olar. Var, bəli. O da var. Hər bir şey necə olmalıdırsa normal insan, hamısı o proqram insana tövsiyələri ilə, göstərişləri ilə hamısı insan həyatına tətbiq etsə super olar. Nə gözəl. Maarifləndirmə eləyərkən gəncləri qorxutmaqla yanaşı onlarda bu maddələrin yaratdığı dağıntının miqyası barədə düzgün təsəvvürü necə tənzimləmək olar? Başqa bir verilişdə mənə bu haqda sual verdilər ki, kitab oxumalıdır, nə bilim, maariflənməlidir. Mən bu günləri asılılıqdan əziyyət çəkən insanların içində yüzlərlə, minlərlə insan var ki, heç orta təhsili olmayıb. Bu adam kitab oxuma iqtidarında deyil, oxuya bilmir bu adam kitab. Mən bunu tövsiyə eləyərdim, məsəl üçün, bu cür insanlara öz dillərində deyək də, loru dildə başa salmağa. Məsələn, ədəbi dildə kitabdan oxuyub onun nəyisə fikrini çatdıranda çatmaya bilər ona fikir öz. Bildiniz nə demək istəyirəm? Populyar dildə gərək başa salsın. Bəli, elə bax, məsəl üçün, bu sənin orqanizmə bu cür təsir eləyə bilər, başına bu cür təsir eləyə bilər. Belə bunları izah etmək belə daha gözəl olardı məncə. Bax, siz bayaq məktəblərlə bağlı dediniz ki, yaxşı olardı ki, 12 addım proqramı məktəblərdə tətbiq olunsun. Bəli. Məncə amma onunla yanaşı eyni zamanda keçmiş asılı insanları da dəvət eləmək olar məktəblərə, müəyyən saatlarda, müəyyən günlərdə. Onlar öz həyat hekayələrini elə şagirdlərə danışsalar, onlarla bölüşsələr, o da onlar üçün bir maarifləndirmə olar. Hal-hazırda sağ olsun, bəzi universitetlər bizi dəvət edir, bəzi texnikumlar bizi dəvət edir. Düz orta məktəblərdə olmamışıq. Əslində orta məktəbdən başlamaq lazımdır. Amma dəvət almışıq bəzi yerlərdə, akt zallarında bizim görüşlərimiz olub, öz həyatımızdan danışmışıq və narkotikin necə başlamışıq, onlar da hamısını demişik. Tələbələrlə söhbətlərimiz olub, fərdi söhbətimiz də olub, belə olub. Hətta bir neçə tələbə olub ki, o görüşdən bitdikdən sonra çıxanda yaxınlaşıb bizə öz həyatlarında necə gedir proses, necə bu dəqiqə hansı durumdadılar, bizdən kömək istəyiblər. Biz onları ayın cəmiyyətin qruplarına dəvət etmişik. Yəni, anonimliyi qorunmaq şərtinə onları qruplara dəvət etmişik və hal-hazırda da bir qardaşımız var. Çox gözəl nəticə, o çox ağır bir bəlaya düçar olmuşdu. Qruplarımıza gələ-gələ, reabilitasiyaya gəlməmişdən, qruplara gələ-gələ bu günləri ayıqdır. Hər gün demək olar zəng vurub minnətdarlıq edir. Nə gözəl. Bəlkə də deyəndə mən buna inanıram ki, 100% belədir. Nə qədər gənci də siz elə bu yolun kandarından geri qaytarmısınız? Təkəbbürdən Allaha sığınmam, yəni istək Allahın istəyi olanda biz vasitəçi olaraq, məsəl üçün, olub mən TikTok yayımından kimsə məni orada görüb, maariflənib və yayımdan sonra mənimlə telefonla əlaqə saxlayıb, elə telefonla mən onu görmüşəm, nə o məni görüb, üzbəüz görüşməyərik. Ancaq biz telefon vasitəsilə bir-birimizə dəstək olub, motivasiya vermişik, bu adam bu gün də ayıqdır. 3 ildir artıq bu sahədəsiz, reabilitasiya mərkəzinin rəhbərisiniz və hər gün asılı insanlarla ünsiyyətdə olursunuz. Bundan çıxış edərək belə bir sual vermək istəyirəm sizə ki, bu son illərdə asılların yaş kateqoriyası necə dəyişib? Yəni yaşdaşıblar yoxsa cavanlaşıblar? Cavanlaşıb. Düzünü etiraf edim sizə, cavanlaşıb. Əvvəl 30, 35, 40 yaş, 45 yaş idi. İndi şahid oluruq 16 yaşında da, 14 yaşında da, 20 yaşında da bax belə pasiyentlər çoxalıb. İndi hal-hazırda müraciətdə. Hətta buradan üzümü tutub valideynlərə də demək istəyirəm ki, var bəzi valideynlər ki, övladın az yaşlıdır və bizə müraciət edir, sağalmağını da istəyir. Amma utandığını da bildirir ki, stigmalar var da cəmiyyətdə. Cəmiyyətdən utanıram, mənim övladım reabilitasiyada olmağından utanıram. Siz zaten onsuz da bunun 5 gün tez, 5 gün gec bunu onsuz da cəmiyyət biləcək. Bəzən hallarda da olur ki, məsələn, mən özümdən deyim ki, mən elə bilirdim reabilitasiyaya gələnə qədər heç kimin əsədən xəbəri yoxdur.
Amma əksin, Amma əslində hamı hər şeyi bilirdi. bilir. Sadəcə olaraq məndən bəzi hallarda utanırdılar mənə deməyə, bəzi hallarda ehtiyat edirdilər ki, nəyimizə lazımdır, özü bilər, öz həyatıdır. Bu gün hamı hər şeyi gözəl bilir. Yəni prosta valideynlər çox halda mənim övladım reabilitasiyada ola bilməz. Amma reabilitasiyada ola bilməzi bildik. Amma narkotik satanın qapısına getməyinə razısınız, reabilitasiyada sağalmağına yox. Bildiniz nə demək istəyirəm? Bu şeylər bu gün cəmiyyətdə çoxdur. Belə bizə zəylər gəlir, reabilitasiyada yox. Başqa nə cür sağala bilərik? Yəni siz bir çox insanlarla, dediyim kimi, asıl insanlarla ünsiyyətdə olursunuz hər yaş kateqoriyasında və həyat hekayələrini dinləyirsiniz. Bəli, bəli. Yəni ümumiləşdirmə aparsaq, daha çox hansı səbəblərdən gəlirlər bu asıllığa düçar olurlar, maddəyə bağlanırlar? Hansı ailələrin uşaqları daha çox gəlir ora? Mən deyərdim ki, uşaq vaxtı yaranan travmalardan olur. Məsəl üçün Yarımçıq ailələrdənmi gəlirlər? yarımçıq ailələr də var burada. Məsələn, uşaq körpə olduğu dövrdə ana ilə atanın arasında yaranan mübahisədə uşaq qorxusundan da yaranır. Uşaq travmaları. Travma alır. Fərqli olur insanlarda. Məsəl üçün, indi deyərsiniz belə, məsəl üçün, o qədər uşaq var ki, uşaq evində böyüyüb, nə ana görüb, nə ata görüb, amma asıllıq yoxdur həyatında. Bəs siz peşəkar psixoloqlarla, psixiatrlarla əməkdaşlıq edirsiniz? Bəli. Orada ümumiyyətlə sizdə necə baş verir bu reabilitasiya prosesi? Yeni gələn pasiyentə sevgi, qayğı göstərilir və çox adam, valideynlər də bax, yenə deyirəm, buna vurğulamaq üçün, valideyn övladı reabilitasiyaya göndərəndə, məsələn, dəfələrlə mənə sual verib ki, orada nə yeyirlər, nə içirlər? Baseyn var orada. Nə bilim, rahatlıq istəyirlər. Rahat, komfort axtarırlar. Mən çox halda deyirəm ki, yəni siz övladınızı reabilitasiyaya yoxsa istirahətə göndərmisiniz də, bildiniz necə? Yəni reabilitasiyada yemək, içmək deyil də ancaq. Burada sağalma proseslər var, dərslər var. Sosial şəbəkələrin yalançı parıltısına aldanıb həyatını və sağlamlığını zəhərləyən gəncliyə Nahid Qasımzadənin son və ən kəsərli xəbərdarlığı nə olardı? Özünüzü, gəncliyinizi, ən əsası ən zəif yerim mənim analardır. Anaları göz yaşlı qoymayın. Addım atın. Hələ də aktiv istifadə edəsinizsə, addım atın, gəlin sağalın. Yəni, mən bugün reabilitasiya sferasında işlədiyimə görə demirəm. Mən özüm yenə vurğulamaq istəyirəm. Dünyanın 29 dövlətini gəzdim, 6 dildə mükəmməl danışa biləm, ali təhsilli. Yəni, bunları bilə-bilə narkotik elədim və çıxış yolunu bir tək reabilitasiyada gördüm mən. 12 addım proqramında gördüm. Hamıya buradan üzümü tutub, hamıya dərkən, yəni aktiv istifadədə olan şəxslərə üzümü tutub demək istəyirəm ki, nə qədər gec deyil, addım atın, gəlin sağalın. Bir tək çıxış yolu reabilitasiyadadır. Gözəl. Təşəkkür edirəm Nahid bəy, vaxt tapıb gəldiyinizə görə. Mən də sizə təşəkkür edirəm dəvətinizə görə. Allah razı olsun sizdən. Fəaliyyətinizdə uğurlar diləyirəm. Sağ olun, təşəkkür edirəm. Dəyərli izləyicilər, bu veriliş sadəcə bir video deyil, bəlkə də zəhərin pəncəsində çürüyən bir gəncin həyatının dönüş nöqtəsidir. Bədəninin yenidən dirçəlişidir. YouTube kanalımıza abunə olun, verilişlərimizi paylaşın və o qaranlıq hücrələrdə fiziki olaraq məhv olan daha çox çarəsiz insanın ümid işığı olun. Onlara ümid işığı ötürün, onlara həyata yenidən qayıtmasına vəsilə olun. Bilin ki, unutmayın ki, dəstəyiniz canlar xilas eləyir. Növbəti efirə qədər özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.